Salam, hər vaxtınız xeyir olsun. Mən bugün sizlərə qaz plitəsinin təmizlənməsi haqqında məlumat vermək istəyirəm. Burada gördüyünüz qaz plitəsi də altında soba ilə olan qaz plitəsi yanmır. Yəni qaz gəlmir, gözləri tutulub deyə bunu təmizləmək lazımdır. Bunu təmizləmək üçün bunun qaz çıxan gözləri var. Görürsünüz, burada hər birində balaca qaz çıxan gözləri var. Həmin o qaz çıxan gözləri həm gözü qaralı, həm tutulub, çişlənib və çişləndiyi üçün, tutulduğu üçün ona görə qaz gəlmir. Yəni qaz çıxmır oradan. Qaz çıxmadığı üçün biz onu açmalıyıq açarla və təmizləyib sonra yerinə bağlamalıyıq. Bu qədər. Xahiş edirəm videomu bəyənin. Oldu, sağ olun.